Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Xüsusilə də növbəti sertifikasiya imtahanlarında iştirak edəcək olan müəllimlər bu videoya diqqətlə baxsınlar. Müəllimlər, kurikulum sualları çətin deyil. Müəyyən bir diqqət göstərməklə situasiyalara öz dünya görüşünüzü, öz müəllimlik fəaliyyətinizdən, yəni ki, o istifadə edərək cavab verməklə rahatlıqla 8, 9, hətta 10 balınızı əldə edə bilərsiniz. Sadəcə olaraq biraz diqqətli olun və suallardan yorulmayın. Gözünüzdən heç bir sözü qaçırmayın. Deməli, belə bir sualımız vardı əvvəlki imtahanlarda. Mağazalarda müxtəlif endirim kampaniyası təşkil olunur. Həmin mağazalarda endirim kampaniyasından ən səmərəli olanı seçin. İdraki sahənin hansı mərhələsinə uyğundur? Müəllimlərimiz rəydə yazırlar ki, tətbiq etmək çıxıb. Müəllimlər, sualın şərtinə baxdınızmı? Sualın şərti bu sual, bax bu burada yazılan, mənim təqdim etdiyim sualın şərti ilə oradakı sualın şərti eyni idimi? Hər hansı bir müəllim imtahana girir, orada müəyyən həyəcan var, 60 sual var. Təbii ki, hər sözü olduğu kimi çıxara bilməz. Bu sualın şərti bu formadadırsa, bunun cavabı təhlil etməkdir. Rəylərə tətbiq etmək yazmayın. Başa düşürsünüzmü? Sualın məzmunu bu formadadırsa, cavab təhlil etməkdir. Çünki müxtəlif kampaniyalar var. Məndən büdcəmi soruşmur, pulumu soruşmur, heç nə soruşmur. Və mən həmən o kampaniyalardan hər şeyi fikirləşib, qarşı-qarşıya qoyub, ən səmərəli olanını, ən uyğun olanını seçirəmsə, bu təhlil etməkdir. Lakin biz görürük ki, sualın şərtini başqa bir müəllim deyir ki, müəllim, bu formada idi. Bir neçə marketdə yaşıl işarəli yerə baxırıq. Bir neçə marketdə endirim kampaniyası olur. Büdcənə uyğun olanını seçirsən. Burada müəllimlər, diqqətlə baxın. Artıq şagird sırf cibində, deyək ki, 10 manatı var və o iki kampaniyadan hesablayacaq, hansı onun cibindəkinə uyğundursa, ondan istifadə edib, belə deyək, bazarlığını eləyəcək. Ərzağını alacaq, əşyasını alacaq. Hesablama, tətbiq. Başa düşürsünüzmü? Bax, burada cavab tətbiqdir. Amma yuxarıda cavab təhlil etməkdir. Sonra gəlirik digər bir suala. Müəllim fəza fiqurları mövzusunu tədris edir. Daha sonra şagirdlərə tapşırıq verir ki, şəhər parklarının birində bu fiqurlardan istifadə etməklə bir əşya düzəltsinlər. Burada hansı mərhələ var? Əsas götürürlər ki, istifadə etmək var, tətbiq etmək olur. Nihai müəllimlər. Günümüzə qədər milyonlarla əşyalar, milyonlarla avadanlıqlar, maşınlar, nə bilim, tədris vəsaitləri yaradılıb, havadan yaradılıb, heç nədən istifadə olunmuyor. Bəli, istifadə etmək daha çox tətbiq etmək mərhələsindən bağlı olur. Amma bu əsas deyil. Bir düşünün, hər hansı parkın birində müəllim mənə deyir ki, bir əşya yarat, bir əşya düzəlt. Yaratmaq mərhələsidir də. Sualın şərti bu cürdürsə, cavab yaratmaqdır. Sualın şərtini oxumadan tətbiq etmək yazmayın, müəllimlər. Lakin sonra biz görürük ki, oradakı sualın şərti, yaşıl işarəyə baxırıq. Bu formadaymış. Müəllim fəza fiqurları dərsini izah edir və yaxud keçir. Şagirdlərə fəza fiqurları verir və parkda insanların yaralana biləcəyi, istifadə edə biləcəyi əşyalar düzəltmələrini tapşırır. Baxın, müəllimlər. Müəllim şagirdləri çərçivələdi. Yəni ki, şagird istədiyini yarada bilməyəcək. Konkret park üçün insanın istifadə edə biləcəyi bir əşya düzəldəcək. Tətbiq etməkdir burada cavab. Amma digər bir sualda müəllim belə bir şərt kəsmir. Deyir ki, get parkda bir əşya düzəlt. Bu sualın cavabı bu formada yaratmaqdır. Lakin bu sualda müəllim şagirdi çərçivəyə salır. Yəni konkret deyir ki, sən insanın parkda istifadə edə biləcəyi əşya düzəldəcəksən və bizim keçdiyimiz, başqa şeydən istifadə edə bilmərsən, bizim keçdiyimiz fəza fiqurlarından istifadə edərək. Bax, bu olur tətbiq etmək. Bəzən çox qəribə bir məqam yaranır ki, sualın şərtini oxumadan biz rəylər yazırıq. Müəllimlər, o videonu minlərlə müəllim izləyir. Rəy yazarkən də rəyin yazılmaq forması var. Məsələn, bu videolar biraz tez hazırlanır, bəli, siz yararlanın deyə. Lakin yenə də xüsusi diqqət göstərilir.
5 dəfəyəmi, 6 dəfəyəmi, yəni müəyyən qədər səhvlik olmasın deyə çalışılır, çox çalışılır. Hər hansı bir səhvlik olanda da ki, rəyə yazırıq ki, müəllim bunu yanlış dediniz. Və ya yox, belə də olmaz hətta. Müəllim, burada mən düşünürəm ki, belə olmalıdır və yaxud da sualın şərti bu cür deyildi. Bir dənə aydınlıq gətirərdiniz. O zaman aydınlıq gətirilir rəy yerinə. Girib baxan digər müəllim də rahatca bilir ki, nədir. Amma biz rəy yazarkən sırf öz hisslərimizi, belə deyək, göstərməyə çalışırıq. Sırf özümüzü düşünürük. Bu formada olmaz müəllimlər. Axı başqa müəllimlər baxır. İndi burada ən səmərəlini biz deyirik ki, tətbiq etmək çıxır. Tətbiq etməkdir. Axı belə deyil. Qaldı ki, sualın şərti indi rəydə yazacaqsınız ki, yox, elə idi, tətbiq etmək çıxıb, onda verin apellyasiyaya. Əgər baxsınlar, bir balınızı versinlər. Sonra gələk inteqrasiya ilə bağlı suallar. Biz görürük ki, ümumi olaraq inteqrasiyaların hamısını fənlər arası götürürlər. Deməli, müəllimlər, nədir məsələ? Bax, 3-cü sualımıza baxaq bir də. Bir həftəlik məktəb bufetinin yemək menüsünü hazırlayın. Hazırlanan menü həm sağlamlıq cəhətdən, həm də büdcəyə uyğun olsun. Sağlamlıq və yaxud deyirlər ki, burada da kalori sözü olub. Tamam. Hər ikisi biologiya, büdcə, hesablama, riyaziyyat. Fənlər arası inteqrasiya var. Əgər müəllim istəsəydi ki, fənn üstü inteqrasiya eləsin, şagirdləri düşürərdi bufetə. Həmən məktəbin bufetinə. Və yaxud da ki, çöldən ərzaq alardı. Həmən otaqda şagirdlərə deyərdi ki, uşaqlar, hazırlayın. Hazırlayın bizim məktəb üçün bir dənə bir həftəlik yemək menüsü. Burada heç konkret müəllim məktəbimizin bufetdə demir. Deyir, məktəb bufeti üçün bunu hazırlayın. Və sağlamlıq cəhətdən büdcəyə uyğun olsun. Yəni, müəyyən qədər az xərc çəkilsin. Hər hansı bir situasiyadır. Hər hansı bir tapşırıqdır. Fənn üstü inteqrasiyadan söhbət gedə bilməz. Müəllim şagirdlərə həyati bacarıq vermək istəmir. İstəsəydi, şagirdlərə deyərdi ki, gedin evdə öz əkdiyiniz, öz becərdiyiniz ərzaqlardan istifadə edin və yaxud düşək məktəbin bufetinə orada hazırlayaq, görək keşliklərimizi nə dərəcədə həyata tətbiq edə bilirsiniz. Bax, o olardı fənn üstü inteqrasiya. Digər suallarda. Şagirdlər turistlər üçün plan qurub xəritə çəkmək tapşırılır. Bu planda Azərbaycanın görməli yerlərini göstərmək üçün təbiəti haqqında danışılacaq. Turistlərin istifadə edə biləcəyi hər hansı bir məkana getməmişəm. Azərbaycanın hər hansı bir bölgəsində turistlər üçün bir kamp qurmamışam. Bir iş görməmişəm. Sadəcə olaraq Azərbaycan haqqında məlumatlı olması üçün bir plan hazırlamışam. Azərbaycan haqqında onlara məlumat vermişəm. Coğrafiya kitabında Azərbaycanın əhalisi, təbiəti, torpağı haqqında müxtəlif dərslər var. Bu dərsləri şagird oxuyanda, müəllimə təqdim edəndə fənn üstü inteqrasiyada olmuş olur. Xeyr, amma təbii ki, müəllim şagirdə desə ki, əli, həyətinizin torpağının, deyək ki, ondan bir nümunə götür, onu araşdırmağa çalış, gör torpağınızda nə əkmək olur, nə becərmək olur, siz torpağınızda hansı məhsulu götürürsünüz, bunun haqda araşdır, mənə bir məlumat gətir və yaxud da bunu tətbiq elə, bu zaman fənn üstü inteqrasiya olar. Digər suala baxaq. Şagirdlər formativ qiymətləndirməni önəmli saymır, əhəmiyyətli olmadığını düşünürlər, bu zaman müəllim nə etməlidir? A variantında şagird bilməlidir ki, formativ qiymətləndirmənin illik qiymətləndirməyə təsiri var. Müəllimlər, nə diaqnostik, nə formativ qiymətləndirmənin illik qiymətləndirməyə təsiri yoxdur. İllik qiymətləndirməyə təsir edən summativ qiymətləndirmədir. B variantı. Buna görə şagirdləri cəzalandırmalıdır. Ümumiyyətlə, cəza sözü biraz kobud məna daşıyır və şagirdlər məktəbə cəzalanmaq üçün gəlmir. Təbii ki, hər hansı bir qaydanı pozan həmən pozuntunun mənfi nəticəsi ilə üzbəüz gələcək, yəni cəzalanacaq. Lakin şagird hər hansı bir formada nəyisə əhəmiyyətli saymırsa, onu biz cəzalandırmırıq. Bunu siz bilirsiniz. C variantı. Əhəmiyyət verməməli, göz ardı etməlidir. Təbii ki, belə bir şey mümkün deyil. Yoxsa formativ qiymətləndirmə hər gün aparılan bir şeydir. Şagird buna əhəmiyyət verməsə, o şagird məktəbə gəlməz. Digər variantı isə formativ qiymətləndirmənin əhəmiyyətindən danışmalı, şagirdi irəliyə apardığını vurğulamalıdır. Bəli, müəllimlər, ümumiyyətlə təkcə formativ qiymətləndirmə ilə bağlı yox. Digər bütün nüanslarla bağlı. Məsələn, şagird
Hecab mövzusunu öyrənmək istəmir, ona maraqlı gəlmir, əhəmiyyətli saymır. Şagird iqlim qurşaqları mövzusunu öyrənmək istəmir, saat qurşaqları mövzusunu öyrənmək istəmir. İstəmir. Müəllim onda maraq yaradırsa, müəllim bunun əhəmiyyətindən ona danışırsa, artıq bu şagird yönümlülük olur və hər bir problem belə həll olunur. Şagird nə isə istəmirsə, müəllim mahiyyətini açıqlayır və ona əhəmiyyətli olduğunu izah edir və təbii ki də şagird bundan razılaşır. Belə müəllimlər, hər birinizə növbəti imtahanlarda uğurlar.